Bugün keçirilən imtahan suallarının izahına baxaq. 61-ci sualda 5 minus 6y kubu vurulsun 6y kubu plus 5 ifadəsini sadələşdirin deyir. Deməli, bu ifadə a kvadratı minus b kvadratının açılışı kimidir. Yəni, bunun da açılışı a çıx b vurulsun a plus b şəklindədir. Deməli, bizim cavabımız olacaq 5-in kvadratı 25 çıxılsın 6y kubunun kvadratı, yəni 36 y üstü 6. Cavabımız olacaq A variantı. Keçək 62-ci suala. 62-ci sualda mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri AC diametrinin yarısına bərabərdir. Bucaq BAO-nu tapın deyir. Deməli, AB vətəri AC diametrinin yarısına bərabərdirsə, deməli AB ilə radiusa bərabərdir. AO da radiusdur. Buradan bir OB düz xətti çəkək. Bu da radiusdur. Deməli, bu bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucağında bütün tərəfləri 60 dərəcədir. Deməli, bucaq BAO 60 dərəcəyə bərabər olacaq. Deməli, baxaq 63-cü suala. 63-cü suala deyir ki, bərabərsizliyi həll edin. Biz bu bərabərsizliyi həll edərkən bərabərsizliyin hər bir tərəfini 10-a vuracağıq. Yəni, 10 vurulsun 2x kvadratı plus x bölünsün 2 böyükdür. 10 vurulsun 3x bölünsün 5 üstə gəlsin 9 bölünsün 10 vurulsun 10'a. Burada onlar ixtisar gedir. Burada qalacaq 2, burada da qalacaq 5. Deməli yazırıq. 10x kvadratı plus 5x böyükdür 6x plus 9'dan. Bərabərsizliyimizin hər bir tərəfini sol tərəfə keçirdək. 10x kvadratı minus x minus 9 böyükdür 0'dan. Deməli biz burada tənliyimizin köklərini tapacağıq. Sonra isə bunu intervalda yerinə qoyacağıq. Deməli, kökləri tapmaq üçün diskriminantdan istifadə edək. Diskriminantımız bərabərdir. B kvadratı, yəni mənfi 1'in kvadratı eləyir 1. Çıxılsın 4AC. Çıxılsın. Bizim 4AC'miz olacaq mənfi 360. Yəni diskriminantımız olacaq 361. Köklərimizi tapsaq, x bərabərdir mənfi b plus minus kök altda d bölünsün 2a şəklindədir bizim düsturumuz. Deməli, bizim b-miz mənfi 1'dir. Mənfi b-miz olacaq 1. Üstə gəlsin. Kök altda diskriminantımız kök altda 361'dən çıxır 19 bölünsün 2a. 2a'mız da 20'dir. Bərabərdir. Deməli, bir kökümüz 1'dir. Digər kökümüz isə 1 minus 19 bölünsün 20 şəklindədir. Yəni, digər kökümüz də olur mənfi 0,9. Deməli, bir kökümüz oldu 1, digər kökümüz oldu isə mənfi 0,9. Bunları intervalda yazsaq, bura olsun mənfi 0,9, burada olsun 1. Deməli, biz burada baxırıq ki, bura müsbətdir. Bu aralığımız mənfidir, bu aralığımız müsbətdir. Bizə də lazımdır 0'dan böyük, yəni müsbət aralıqlar. Deməli, bizim cavabımız olacaq mənfi sonsuzluq, mənfi 0,9, 1 müsbət sonsuzluq aralığı, yəni mənfi sonsuzluq, mənfi 0,9 birləşsin, 1 müsbət sonsuzluq aralığı. Yəni, bizim burada cavabımız olacaq D variantı. Baxaq 64-cü suala. 64-cü sualda 4 sinus kvadratı x minus 4 sinus x plus 1 bərabərdir 0 tənliyini həll edin deyir. Sinus x-ə bir t əvəzləməsi edək. Sinus x bərabərdir t yazaq. Deməli olur ki 4t kvadratı minus 4t plus 1 bərabər olacaq 0'a. Deməli, biz bu kvadrat tənliyi həll eləyək, köklərini tapaq. İlk öncə diskriminantımız bərabərdir. B kvadratı minus 4ac düsturuna əsasən tapırıq ki 16 minus 16 bərabərdir 0. Deməli, bizim diskriminantımız 0'a bərabərdir. Tənliyimizin kökü isə t bərabərdir. Mənfi b plus minus kök altında diskriminant bölünsün 2a düsturuna əsasən tapılır. Deməli, tənliyimizin kökü, yəni t bərabərdir 4 plus 0 bölünsün 8. O da bərabərdir 2'də 1'ə. Deməli, bizim bu tənliyimizin kökü 2'də 1'ə bərabərdir. Deməli, biz sinus x-ə bir t əvəzləməsi eləmişdik. T əvəzləməsini də 2'də 1 aldığımızdan, deməli, bizim sinus x-imiz bərabər olacaq 2'də 1'ə. Sinus x də 2'də 1'ə alır 30 dərəcədə. Bunu radian şəklində pi bölü 6 kimi də yaza bilərik. Deməli, bizim bu tənliyimizin həlli olur. X bərabərdir mənfi 1 üstü k vurulsun pi bölü 6 plus pi k. Deməli, bizim burada cavabımız olur A variantı.
Aha, 65-ci suala. 65-ci sualda diaqramda bir sinifin dərsdə iştirak edən və etməyən şagirdlərinin sayı haqqında məlumat verilmişdir. Sinifin siyahısından təsadüfən seçilmiş 2 şagirddən birinin dərsdə iştirak edən oğlan, digərinin isə dərsdə iştirak etməyən qız şagird olması hadisəsinin ehtimalını tapın deyir. Deməli, biz baxırıq ki, cədvələ əsasən ümumi sinifdə 30 şagird var. Deməli, dərsdə iştirak edən oğlanların sayı 15, dərsdə iştirak etməyən qız şagirdlərinin sayı isə 2-dir. Biz bu hadisənin ehtimalını taparkən kombinezondan istifadə edəcəyik. Sürətdə yazırıq ki, kombinezon 15-dən 1 vurulsun. Kombinezon 2-dən 1 bölünsün. Məxrəcə ümumi hadisənin ehtimalı yazılır. Kombinezon 30-dan 2. Kombinezonun üstünlüğünü yazın bu tərəfdə. Kombinezon necə həll olunur? Kombinezon n-dən k yazsaq. Kombinezon n-dən k bərabərdir n faktorial bölünsün. n minus k faktorial vurulsun k faktoriala. Deməli, bu düstura əsasən biz bu ifadəni həll etsək, bərabərdir yazırıq ki, kombinezon 15-dən 1-i yazırıq, 15 faktorial bölünsün 14 faktorial, vurulsun 1 faktorial kimi, vurulsun. Kombinezon 2-dən 1-i yazırıq, 2 faktorial bölünsün 1 faktorial. Kombinezon 30-dan 2-ni yazırıq, 30 faktorial bölünsün 28 faktorial, vurulsun 2 faktorial şəklində. 1 faktorialımız elə 1 deməkdir. 15 faktorialla 14 faktorial gedəndə burada qalacaq 15. Burada elə 2-dir, 2 qalır. Digərdə, yəni burada 2-dir. Burada 30 faktorialla 28 faktorial gedəndə burada qalır 29 vurulsun 30. 2 faktorialımız da elə 2 deməkdir. Deməli, baxırıq ki, sürətdə bizdə var 15 vurulsun 2, məxrəcdə də 30. 15 vurulsun elə 2, elə 30 elədiyindən 15 vurulsun 2 ilə 30 ixtisar gedəcək. Bu məxrəcdəki 2-miz sürətə qalxacaq. 2 bölünsün 29 olacaq. Deməli, bizim cavabımız olur 2 bölünsün 29. Yəni, Y variantı. Keçək 66-cı suala. 66-cı sualda kök altında 19.4 ədədi hansı iki ardıcıl tam ədəd arasında yerləşir? Deməli, bilirik ki, kök altında 19.4 kökdə 25-dən kiçik, kökdə 16-dan böyükdür. Deməli, kökdə 16-dan çıxır 4, kökdə 19 onda 4, kökdə 25-dən də çıxır 5. Deməli, kök altında 19.4 ədədi 4 və 5 ədədlər arasında yerləşir. Bizim burada cavabımız olur B variantı. Keçək 67-ci suala. 67-ci sualda müstəvi üzərində olmayan M nöqtəsində müstəviyə MK və MY mailləri çəkilmişdir. MN NK-ya perpendikulyardır, MN NY-yə perpendikulyardır. Bucaq MKN 30 dərəcə, MK bərabərdir 6 və NY bərabərdir 2 olarsa, bizə deyir ki, MY-ni tapın. Deməli, biz görürük ki, burada bizə MK-nı verib 6, burada bir düzbucaqlı 3 bucaq yaranıb. Düzbucaqlı üçbucağımızın hipotenuzu 6-dır. Bir kateti 2-dir. Digər katetini tapsaq, yəni MN-i tapsaq, MN 30 dərəcə qarşısında duran katetdir. 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Deməli, bizim MN-imiz bərabər olacaq 3-ə. MN-imiz 3-dür. Bizdən də soruşur MY-ni, yəni digər düzbucaqlı üçbucağın hipotenuzunu. Düzbucaqlı üçbucağın hipotenuzunu tapmaq üçün S kvadratı bərabərdir A kvadratı plus B kvadratıdır. Deməli, bizim bir katetimiz 3-dür. Digər katetimiz isə 2-dir. Yəni, N-yə bərabərdir 2-yə. Deməli, hipotenuzumuz, yəni S kvadratı bərabərdir A kvadratı, yəni 2-nin kvadratı 4 plus 3-ün kvadratı 9. Deməli, S kvadratı bərabər olur 13-ə, S də bərabər olur kök altında 13-ə. Deməli, 67-ci sualımızın cavabı olur 13. Kök altında 13, yəni C variantı. Keçək 68-ci suala. 68-ci sualda 2 ədədin cəmi 137, fərqi isə 19 olarsa, bu ədədlərdən böyüyünü tapın deyir. 2 ədəd götürək, bir olsun x, digəri olsun y. Deyir ki, x plus y bərabərdir 137-yə, x minus y bərabərdir 19-a. Sistem tənliyi alaq. Deməli, 2x-imiz bərabər olacaq
X-dən X-i toplayırıq, eləyir 2X. 137-nin üstündə 19 gəlirik. Eləyir 156. Deməli, X-imiz də bərabər olacaq 78-ə. Bu ədədlərin ən böyüyü də 78-dir. Cavabımız olur D variantı. Deməli, 68-də cavabımız oldu D variantı. 69-da. 69-da radiusu 3 cm olan kürənin həcmini tapın deyir. Kürənin həcm düsturu V bərabərdir 3/4 pi r kubu şəklindədir. Bizə də radiusu 3 veribsə, deməli V bərabərdir 3/4 pi vurulsun. 3-ün kubu eləyəcək 27. Bu arada gedir, burada qalır 9. Deməli bizim burada cavabımız olur 36 pi. Yəni D variantı. Keçək 70-ci sualda. 70-ci sualda deyir ki, tənasübdən x-i tapın. Tənasübü həll edərkən tənasübün kənar hədlərinin hasili orta hədlərin hasilinə bərabərdir. Deməli, bizim bu verilən tənasübümüzdə kənar həddimiz 9-da 7 vurulsun 9/3-ün hasili bərabərdir 3/1 vurulsun x-ə. 3/1 ilə 9/3 gedəcək, burada qalacaq 3. 3/9 gedəndə burada qalır yenə 3. Deməli, x-imiz bərabərdir 3/7-yə. Cavabımız olur Y variantı. Keçək 71-ci suala. A-ın bərabərdir 3n-1 düsturu ilə verilmiş ardıcıllığın 5-ci həddini tapın deyir. N-in yerinə 5 qoyuruq. A5 bərabərdir 3 vurulsun 5, 15 çıxılsın 1. A5 bərabərdir 14-ə. Cavabımız olur B variantı. Keçirik 73-cü suala. 73-cü sualda A və B vektorlarının skalyar hasilini tapın deyir. A vurulsun B vektorunun skalyar hasilini taparkən A vurulsun B bərabərdir x1 vurulsun x2 üstə gəlsin y1 vurulsun y2 şəklindədir. Deməli bizim misalımızda x1-imiz 4-dür. 4 vurulsun x2-miz -5 üstə gəlsin y1-imiz -3 vurulsun 2 bərabərdir. -20 üstə gəlsin -6, o da bərabərdir -26-ya. Deməli, cavabımız olur -26, C variantı. Keçək 73-cü sual. 73-cü sualda 4-2i kompleks ədədinə qoşma olan ədədi tapın deyir. Məsələn, A-BI ədədinin qoşması A plus BI şəklindədir. Deməli, 4-2'nin qoşması 4 plus 2 şəklində olacaq. Cavabımız olur D variantı. Deməli, baxırıq 74-cü suala. 74-cü sualda deyir ki, ifadənin qiymətini tapın. Deməli, bu ifadədə görürük ki, əsaslar eynidir. Yəni, LC hamısı loqaritma 10 əsasdan deməkdir. Əsaslar eynidir və toplayırıqsa, deməli, biz bunların qüvvətlərini vuracağıq. Yəni, LC 5-ci dərəcənin kök altı 10-un kvadratı vurulsun 3-cü dərəcədən kök altda 10-un kvadratı vurulsun 5-ci dərəcədən kök altda 10-un kubu vurulsun 3-cü dərəcədən kök altda 10. Bu da bərabərdir. LC 5-ci dərəcədən 10-un kvadratı vurulsun 5-ci dərəcədən 10-un kubu var. Bu da 5-ci dərəcədən kök altda 10 üstü 5 verir. Yəni elə eləyir 10. Vurulsun 3-cü dərəcədən kök altda 10-un kvadratı vurulsun 3-cü dərəcədən kök altda 10, 3-cü dərəcədən kök altda 10-un kubu deməkdir. Buradan da kökdən çıxır 10. Deməli, LC 100. LG 100-də 2-ni verir. Çünki LC loqaritma 10 əsasdan deməkdir. Loqaritma 10 əsasdan 100-də elə 2-ni verir. Deməli, bizim 74-cü sualımızın cavabı olacaq 2. Keçək 75-ci suala. 75-ci sualda deyir ki, yan səthinin sahəsi 72, hündürlüyü 6 olan düz prizmanın oturacağının perimetrini tapın. Deməli, düz prizmanın yan səthinin sahə düsturu S bərabərdir, P oturacaq vurulsun H şəklindədir. Bizə S-i verib 72. 72 bərabərdir, P oturacaq vurulsun 6. Deməli, bizim P oturacağımız bərabər olur 12-yə. Deməli, 75-ci sualımızın cavabı oldu neçə? 12. Baxırıq 76-cı suala. 76-cı sualda ifadənin qiymətini hesablayın deyir. Deməli, burada sürətliyə yazırıq ki, 49-un kvadratı çıxılsın 29-un kvadratı, üstə gəlsin 46-nın kvadratı çıxılsın 26-nın kvadratı bölünsün 600. Bərabərdir. Deməli, sürətdə görürük ki, 49-un kvadratı çıx 29-un kvadratını yaza bilərik. A kvadratı çıxılsın B kvadratının açılışı var idi müxtəsər vurma düsturlarında. Bərabərdir. A çıx B
A plus B. Bu şəkildə yazırıq. Deməli 49 çıxılsın 29 eləyir 20. Vurulsun 49 üstə gəlsin 29 eləyəcək 78. Üstə gəlsin 46'nın kvadratı çıxılsın 26'nın kvadratında eyni şəkildə yazırıq. 46 çıxılsın 26 eləyir 20. Vurulsun 46 üstə gəlsin 26 eləyir 72. Bölünsün 600. Bərabərdir. 20'ni çıxardırıq mörtəzə xaricinə. 20 vurulsun. 78'in üstə də 72'ni gəlsə eləyəcək 150. Bölünsün 600. 600 ilə 150 ixtisar gedəndə burada qalacaq 4. 4 ilə də 20 gedəndə burada qalacaq 5. Deməli bizim cavabımız olacaq 5. 76-cı sualımızın cavabı olur 5. Baxırıq 77-ci suala. 77-ci sualda altda 1 üstü x bərabərdir. 3-də 2 üstü x plus 1 tənliyindən 4 üstü x-in qiymətini tapın deyir. Deməli yazırıq ki, altda 1 üstü x bərabərdir. 3'də 2 üstü x vurulsun 3'də 2'yə. Deməli buradan yazırıq ki, altda 1 üstü x bölünsün 3'də 2 üstü x bərabərdir 3'də 2'yə. Deməli, iki kəsiri bir-birinə bölərkən birinci kəsir olduğu kimi qalır, ikinci kəsir isə tərsinəsinə vurulur. Yəni, altda 1 üstü x vurulsun 2'də 3 üstü x bərabərdir 3'də 2'yə. Bunlar da vurma olduğundan bir mötərizə daxilinə sala bilərik. Yazırıq ki, altda 1 vurulsun 2'də 3 üstü x bərabərdir 3'də 2'yə. Deməli, burada olur 4'də 1 üstü x bərabərdir 3'də 2'yə. 4 üstü mənfi x bərabərdir 3'də 2'yə. Bizdən də soruşur 4 üstü x-in qiymətini. Deməli, biz aldıq ki, 4 üstü mənfi x bərabərdir 3'də 2'yə. Deməli, burada olacaq 4 üstü x bərabərdir 2'də 3'ə. Yəni, 4 üstü x-imiz bərabər olacaq 1/5'ə. 77'də cavabımız olacaq neçə? 1/5. Baxırıq 78-ci suala. 78-ci sualda bu ifadənin qiymətini hesablayın deyir. Sinus 30 dərəcədə 2'də 1 alır. 10 vurulsun 2'də 1 üstə gəlsin. Sinus 231'i yazaq. Sinus 270 minus 39 şəklində üstə gəlinsin. Kosinus 39 çıxılsın tangens 45. Deməli, yazırıq 5 üstə gəlsin bərabərdir. Qoyuruq, yazırıq 5 üstə gəlsin. Sinus 270 dərəcədə ad dəyişmə baş verir. Sinus kosinusa keçəcək və 231 3-cü rübə düşdüyündən sinus da 3-cü rübdə mənfi olduğundan bu olacaq mənfi kosinus 39 dərəcə. Üstə gəlinsin. Kosinus 39 çıxılsın tangensdə 45'də 1 alır. Eləyir 1. Deməli, bu mənfi kosinus 39 ilə müsbət kosinus 39 islah gedəcək. 5 çıxaq 1 də bərabərdir 4'ə. Deməli, bizim 78-ci sualımızın cavabı olacaq 4. Baxırıq 79-cu suala. 79-cu sualda şagirdini riyaziyyat fən olimpiyadasında cavablandırdığı 4 sualdan ilk 3-ünə görə topladığı balların ədəd ortası 8, 4-ünə görə topladığı balların ədəd ortası isə 7 olarsa, o 4-cü suala görə neçə bal almışdır? Deməli, yazırıq ki, A plus B plus C bölünsün 3 bərabərdir 8'ə. Deməli, A plus B plus C bərabər olacaq 24'ə. Sonra A plus B plus C plus D bölünsün 4 bərabər olacaq 7'yə. Bu zaman A plus B plus C plus D bərabər olacaq 28'ə. Deməli, biz tapdıq ki, A plus B plus C 24'dür. A plus B plus C plus 4'dür. D isə 28'dir. Deməli, A plus B plus C'nin yerinə yazırıq 24 plus D bərabərdir 28'ə. D bərabərdir 4'ə. Deməli, o 4-cü suala görə 4 bal toplayıb. Cavabımız olacaq 79-cu sualda 4. Keçirik 80-ci suala. Düzbucaqlı üçbucağın bir katetinin hipotenuzuna nisbəti 4/5, perimetri 48 cm olarsa hipotenuzun uzunluğunu tapın deyir. Deməli, düzbucaqlı üçbucağın bir kateti 4K'dır, hipotenuzu 5K'dır. Deməli, onun digər kateti olacaq 3K. Yəni 25K kvadratı
çıxılsın 16k kvadratı bərabər olacaq 9k kvadratına. Buradan da kök çıxacaq 3k. Üçbucağımızın perimetri isə 48-dir. Deməli, 4k plus 5k plus 3k bərabərdir 48-ə. 4k plus 3k plus 5k bərabərdir 48-ə. 12k bərabərdir 48-ə. K da bərabərdir 4-ə. Bizdən də soruşur hipotenuzumuzun uzunluğunu. K-nı 4 aldıq. Hipotenuzumuz da 5K-dır. Deməli, hipotenuzumuzun uzunluğu olacaq 5 vur 4 bərabərdir 20. 80-ci sualın cavabı olacaq 20. Birinci suala. Kvadrat formasında iki bağça ətrafına perimetrləri boyunca çəkilmiş borular vasitəsilə sulanır. Bağçalarla su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfinin uzunluğundan 2 metr çox. Yəni ikinci bağçaya x desək, birinci bağçanınki olacaq x plus 2. Birinci bağçanın sahəsi ikinci bağçanın sahəsinin 2 mislindən 8 kvadrat metr azdır. Yəni x plus 2-nin kvadratı bərabərdir 2x kvadratı minus 8-ə. Sonra deyir ki, sulama üçün ən az nə qədər borudan istifadə olunub. Deməli, bunu həll eləyək. X kvadratı plus 4x plus 4 bərabərdir 2x kvadratı minus 8-ə. Sonra yazırıq ki, x kvadratı minus 4x minus 12 bərabərdir 0-a. Deməli, burada cavabımız olur 6 və mənfi 2. Deməli, biz müsbət cavabı, yəni 6-ını götürürük. X-imiz 6-dır. X-imizi tapdıq ki, X-imiz bərabərdir 6-ya. Sulama üçün ən az nə qədər borudan istifadə olunub. Birinci bağçanın tərəfi olur 8, ikinci bağçanın tərəfi olur 6. Deməli, bunlar da kvadratdılar. Deməli, kvadratın perimetri. Birinci bağçanın perimetri olacaq 32. İkinci bağçanınki olacaq 24 və üstünə gələcəyik su anbarının hər bir bağçaya olan boruların uzunluğu. Yəni 4 metr bura, 4 metr bura. Üstə gəlsin 8. Bərabərdir 64-ə. Deməli, 81-ci sualımızın cavabı olacaq 64. Baxaq 80-ci suala. Bir məktəbin bütün kollektivinin 4də 1 Şuşaya, 5də 4-ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi. Bu kollektivdə neçə müəllim var? Deməli, bizdən ümumi bir nəticə soruşur. Yəni, kollektivdə ümumi neçə müəllim var soruşur. Deməli, bizdən birləşmə soruşur. Birləşmənin düsturunu yazsaq, NA birləşsin B bərabərdir NA plus MB çıxılsın N A kəsişsin B. Bu düstura əsasən ümumi kollektivi X götürsək, kollektivin 4də 1-i Şuşaya, yəni 4də 1 X-i Şuşaya, üstə gəlsin 5də 4 X Xankəndiyə, minus 2 bərabər olacaq X-ə. Bunu həll edək, ortaq məxrəc edək, 20-də 21 X çıxılsın 2 bərabərdir X-ə, 20-də 1 X bərabərdir 2-yə, X bərabərdir 40-a. Deməli, biz də ümumi kollektivimizi X-lə işarə eləmişdik. Deməli, bizim bu kollektivdə 40 müəllim var. 82-ci sualımızın cavabı olacaq 40. Keçək 83-cü suala. ABCD trapesiyasında AB bərabərdir 6 cm, CD bərabərdir 8 cm, CY parçası bu trapesiyanı romb və düzbucaqlı üçbucağa ayırarsa, PABCD-ni tapın deyir. Deməli, CY parçası trapesiyanı romb və düzbucaqlı üçbucağa ayırır. Deməli, burada ABCY rombdursa, rombun bütün tərəfləri bərabər olduğundan hər tərəf olacaq 6. Burada 90 dərəcədir. Biz burada bir düzbucaqlı üçbucaq görürük. Y-də isə bu düzbucaqlı üçbucağın hipotenuzudur. Hipotenuza bir C deyək. Hipotenuzu tapmaq üçün C kvadratı bərabərdir A kvadratı plus B kvadratı düsturundan istifadə edəcəyik. Yəni C kvadratı bərabərdir katetlərin kvadratı cəminə. Yəni 36 plus 64. Buradan da alırıq ki, C bərabərdir 10-a. Deməli, bizim Y-də hissəmizin uzunluğu olacaq 10 cm. 10. Bizdən də ümumi trapesiyanın perimetrini soruşduğu üçün yazırıq 6 plus 8 plus 16 bərabərdir.
12 plus 8 plus 16. O da bərabərdir 36-ya. Deməli, 83-cü sualın cavabı olacaq 36. Keçək 84-cü suala. 84-cü sualda turistlər gəzinti zamanı motorlu qayıq ilə iki məntəqə arasındakı məsafəni çayın axın istiqamətinə gedib, axının əksi istiqamətinə qayıtmağa ümumilikdə 4 saat vaxt sərf etdilər. Qayığın öz sürəti 6, çayın axın sürəti 3 olarsa, bu məntəqələr arasındakı məsafəni tapın. Bir AB məntəqəsi götürək. Çayın axın istiqamətində sürəti olacaq V bərabərdir. Yəni, axın istiqamətinə getdikdə V qayıq plus V çay olur. Deməli, bizim axın istiqamətində sürətimiz 9-dur. Zamanımızda isə bir X deyək. Axının əksi istiqamətində isə bizim sürətimiz olacaq. V bərabərdir. V qayıq minus V çay, yəni 3. Zamanımız olacaq T bərabərdir 4 minus X-ə. Deməli, bizim burada yollarımız bərabər olacaq. Yəni, 9x bərabər olacaq 3 vurulsun 4 minus x-ə. Buradan alırıq ki, 12x bərabərdir 12-yə, x bərabərdir 1-ə. Bizdən isə bu məntəqələr arasındakı məsafəni soruşur. Yəni, s bərabərdir 9x-dir. Burada 1 qoysaq, 9 vurulsun 1, o da eləyir 9. Deməli, məntəqələr arasındakı məsafə 9 kilometrə bərabərdir. 84-cü sualın cavabı olur 9. Baxırıq 85-ci suala. 85-ci sualda fx bərabərdir 4-də 1 x plus 4-ün kvadratı plus 3 və jx funksiyalarının qrafikləri koordinat başlanğıcına nəzərən simmetrik olarsa, AB plus CD məsafəsini tapın deyir. Biz ilk öncə C nöqtəsinin koordinatını tapaq. Görürük ki, C nöqtəsi y oxu üzərində yerləşmişdir. Deməli, bunun x-i 0-a bərabərdir. X-i 0-a bərabər eləyirik. Fx bərabərdir. Yazırıq 4-də 1 vurulsun. 4-ün kvadratı 16, üstə gəlsin 3. Deməli, fx-imiz bərabər olacaq 7-yə. Deməli, bizim C nöqtəmizin koordinatı olacaq 7. Fx və Gx funksiyaları koordinat başlanğıcına nəzərən simmetrik olduğundan D nöqtəsində koordinatı olacaq -7. Deməli, CD məsafəsi bərabər olacaq 14-də. İndi isə AB məsafəsini tapaq. AB məsafəsini tapmaq üçün buradan bir belə düz bucaqlı 3 bucaq yaradırıq. Deməli, bizim bu hissəmiz 6-dır. Bura 4-dür. AB isə hipotenuzdur. AB-nin kvadratı bərabərdir. 6-nın kvadratı, yəni 36 plus 64-də. O zaman AB də bərabər olur 10-a. Bizə də deyir ki, AB plus CD məsafəsini tapın. Deməli, biz aldıq AB-ni 10, CD isə 14 idi. 10 plus 14 bərabər olacaq 24-də. 85-ci sualın cavabı olur 24.